Salam əziz müəllimlər və şagirdlər. Bugün dördbucaqlar, çoxbucaqlar bölməsində 3-cü başlığı, yəni düzbucaqlı kvadrat, romb və onların xassələrini izah edəcəm. Birinci sualla başlayırıq. Birinci sualda deyir ki, kvadratın tərəfi ilə diaqonalı arasındakı bucağı tapın. Uşaqlar, qeydlərinizi mən dedikcə yazıb götürərsiniz qayda dəftərinə. Kvadratın diaqonalı çəkilirsə, həmin bu diaqonal düz bucağın tən bölənidir. Yəni, buradakı bucaq 45 dərəcə olacaq. Onda diaqonal və tərəf arasındakı bucaq bu diaqonaldır, bu da tərəf, aradakı bucaq nə qədər olacaq? 45 dərəcə, cavab B variantı. Keçirik ikinci suala. İkinci sualda deyir, kvadratın diaqonalları arasındakı bucağı tap. Yadınızda saxlayırsınız, kvadratın diaqonalları bərabərdir. Kəsişir və kəsişdikdə 90 dərəcəli bucaq əmələ gətirir. Kvadratın diaqonalları bərabərdir, kəsişir, hətta kəsişəndə yarıya bölünürlər. Bax, bu 4 parça 4-də bir-birinə bərabərdir və kəsişəndə perpendikulyar kəsişir. Yəni, aradakı bucaq 90 dərəcədir. B variantı. Üçüncü sualda deyir ki, AM bərabərdir 2BM-ə. AM 2BM bərabərsə, bura x-dirsə, bura 2x-dir. Bu bizə hansı üç bucağı xatırladır uşaqlar? 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Bax, bu üç bucağa baxırsınız. Görürsünüz, bucağın qarşısındakı katet hipotenuzun yarısı olub. Deməli ki, bura 30 dərəcədir. 30 dərəcənin qarşısındakı katet hipotenuzun yarısıdır. Bir də bayaq dedik, kvadratın diaqonalı kvadratın tərəfi ilə 45 dərəcə əməli gətirir. 45, burada x yazıram. Bura 45 isə bu yuxarı tərəfdə 45 olacaq və yaxud 30-un, x-in və 45-in cəmi 90 dərəcə verməlidir. Belə də gedə bilərsiniz. Oradan da 75 üstə gəl x-dən. Əgər bu 90-dırsa, x bərabər 15 dərəcə qalacaq. Cavab B variantı. Dördüncü suala baxırıq. Deyir ki, ABCD rombunda romb çəkirik. Romb nə deməkdir? Bütün tərəfləri bir-birinə bərabər olan paraleloqram. A bucağı alfadır. B, C, D bucaqlarını tapın. Rombun qarşı bucaqları bir-birinə bərabərdir. Romb şəkli çəkin, bunları yazın. Bir tərəfə bitişik bucaqların cəmi 180 olmalıdır. Bax, biri alfadırsa, onda digəri olacaq 180 çıx alfa. Və rombun kör bucaqları da bir-birinə bərabərdir. Bax, bu bucaqla bu bucaq eyni bucaqdır. Burada 180 çıxılsın alfa. Deməli, cavabımız olacaq C variantı. Keçək 5-ci suala. 5-də deyir ki, perimetri 20 cm, iti bucağı 60 dərəcə olan rombun kiçik diaqonalının uzunluğunu tapın. Uşaqlar, rombun bütün tərəfləri bir-birinə bərabərdir. Onda perimetri 4A-dır və 4A-nın cavabının 20 olduğu verilib. Belə çıxır ki, 20-ni 4-ə bölərək biz A tərəfinin 5 olduğunu tapırıq. Yazaq A bərabərdir 5. İti bucağı 60 dərəcədir. Bura 60 dərəcə yazırıq. Rombun kiçik diaqonalının uzunluğunu tapın. Kiçik diaqonal 60 dərəcə ilə üz-üzə dayanan, yəni iti bucaqla üz-üzə dayanan diaqonaldır uşaqlar. Deməli, bu da 5 idi. Burada gördüyünüz üç bucaq, baxın, bu iki tərəfi bir-birinə bərabərdir. Deməli, bərabər yanlı üç bucaqdır. Və belə çıxır ki, digər bucaqları tapmaq üçün 180-dən 60 çıxıb 2 yerə bölməliyim. Onlar da düşür 60-60 və alınan üç bucaqda, üçüncü tərəfdə A-ya bərabər olur. Çünki bərabər tərəfli üç bucağa çevrilir. Üç bucağı bərabər olduğu üçün, demək, kiçik diaqonal da nəyə bərabər imiş? Elə tərəfin özünə, o da Y variantı. 6-cı sualla davam edirik. 6-cı sualda deyir ki, eynisidir. Rombun 60 dərəcəli bucağı qarşısındakı diaqonalı, bax, bu bucaq, iti bucağa 60 yazırıq. Bunun qarşısındakı diaqonal deyir 17-dir. Rombun perimetrini tapın. Romb olduğu üçün bunun bütün tərəfləri bir-birinə bərabərdir. Və burada A tərəfi bərabər olduğu üçün bərabər yanlı, iki tərəf bərabər olan üç bucağı alırsınız. Yəni, bu tərəfindən bu tərəfin getdiyi bucaqlar bir-birinə bərabər olmalıdır. 180-dən bu 60-ı çıxıb 2 yerə böləcək, düşür 60-60.
Onda belə çıxır ki, üçbucaq bərabər tərəfli üçbucağa çevrilir. Çünki üç bucağının üçü də bərabərdir. Belə çıxır ki, A-nın da cavabı 17-dir. Onda B bərabərdir 4A. 4 vur 17. Onu da cavab eləyəcək 68. Cavab Y variantı. Keçirik 7-yə. Deyir, rombun perimetri 20'dir. Rombun perimetrinin 4A'ya bərabər olduğunu aldıq. 4A 20-dirsə A bərabərdir 5. Çəkək bir dənə romb uşaqlar. Tərəfi 5'dir. Deyir ki, hündürlüyü 2,5'dir. Hündürlüyü endirirsiniz tərəfə. Bunun uzunluğu 2,5'dir. Və burada üçbucaq yaranır. Düzbucaqlı üçbucaq. Düzbucaqlı üçbucaqda iti bucağa biz neçə deyək ki, onun qarşısındakı katet hipotenuzun yarısı olub uşaqlar. Fikir verim, 2,5 5'in yarısıdır, düzdür. Deməli, buradakı alfa bucağı 30 dərəcədir. Düzbucaqlı üçbucaqda əgər bucaq 30 dərəcə isə qarşısındakı katet hipotenuzun yarısı olur. Əks halda bu mümkün deyil. Cavab Y variantı. 8-ci suala baxırıq. Rombun perimetri 28'dir. Yəni 4A bərabərdir 28. Buradan A bərabərdir 7. Və romb çəkirik. Deyir ki, bunun hündürlüyü 3,5'dir. Hündürlüyünü yazırıq 3,5. Tərəfi daxı 7 idi. Bunların arasında nə əlaqə görürəm? 3,5 7'nin yarısıdır. Onda bu bucaq neçə dərəcə ki, onun qarşısındakı tərəf hipotenuzun yarısı olub? Alfa gərək 30 dərəcə olsun ki, 30 dərəcənin qarşısında dayanan katet hipotenuzun yarısına bərabərdir. Bu şərt ödənsin. Deməli, 8-ci sualın cavabı B variantı. Keçirik 9-cu suala. Eyni suallardır uşaqlar, görürsünüz bunlar. Perimetri 40'dır. Yəni 4A bərabərdir 40. Söhbət rombdan gedir. Onda bir tərəf 10'dur. Çəkirsiniz romb. Bir tərəfi 10'dur. Deyir ki, iti bucağı 30 dərəcədir. 30 dərəcədir və hündürlüyü soruşur. Hündürlüyü çəkəndə burada düzbucaqlı üçbucaq yaranır. 30 dərəcə bucaq qarşısında dayanan katet hipotenuzun yarısıdır. Yəni 30 dərəcənin qarşısında hündürlük dayanır. Onun yarısı olacaq həmin hündürlük. H bərabərdir 5. A variantı. Keçirik 10-cu suala. Deyir ki, onda 2 kvadratın perimetrlərinin nisbəti P1 bölünsün P2. 1'in 2'yədir. Kiçik kvadratın tərəfi 5'dir. Böyük kvadratın tərəfini tapın. İndi uşaqlar, kiçik kvadratın perimetrinə mən 4A deyim. Böyük kvadratın perimetrinə də 4B. 4'lər ixtisar gedir burada. 4'lər ixtisar gedəndə 1/2 bərabərdir A böl B qalır. İndi kiçiyə kiçik uyğun gəlir, böyüyə də böyük uyğun gəlir. Aydın məsələ ki. Bizə deyir ki, kiçik üçbucağın tərəfi 5'dir. Yəni bu 2'də 1 olduğu kimi yazırsınız. A'nın yerinə 5 yazırsınız. Böyüyün tərəfini soruşur. Burada da B bərabərdir 10. Yəni belə yadınızda saxlaya bilərsiniz uşaqlar. Burada 1'in 2'yə nisbəti o demək ki, biri digərindən 2 dəfə böyükdür. Əgər perimetri 2 dəfə böyüksə, o demək ki, tərəfi də 2 dəfə böyük olacaq. 5'i 2'yə vurursunuz, cavab 10. O da D variantı. 11'ə baxırıq. 2 kvadratın perimetrləri nisbəti. Kvadratın perimetrinə birinə 4A deyək, birinə 4B. Bunların nisbəti 1'in 3'ədir. 4'lər ixtisar gedir. A'nın B'yə nisbəti, yəni kiçiyin böyüyə nisbəti 1'in 3'ə qalır. Deyir ki, böyük kvadratın tərəfi 9'dur. Böyüyə uyğun, yəni B'nin yerinə siz 9 yazmalısınız. A'nı bilmirik. O zaman nə edirik? Çarpaz vururuq. 3A bərabərdir 9'dan. A bərabərdir 3 olduğunu alırıq. Kiçik kvadratın tərəfi 3'dür. O da olacaq Y variantı. 12-ci suala baxırıq. Perimetri 34 olan, tərəflərindən biri 5 olan düzbucaqlının diaqonalını tapın. Düzbucaqlının tərəfin biri 5'dir, o biri tərəfi mən bilmirəm. Uşaqlar, burada A'da, bura 5'dir. Düzbucaqlının da qarşı tərəfləri bir-birinə bərabərdir. Və hər tərəfdən 2 dənə olduğu üçün onun perimetri belə hesablanır. 2 vurulsun, eni üstəgəl uzunluğu. Perimetrin cavabı 34 idi. Onda 2'yə ixtisar edəndə 5 üstəgəl A'nın cavabı olur 17.
Belə çıxır ki, A 12 imiş. 12-ni tapdım. Bizdən diaqonalını soruşur. Diaqonalı da çəkəndə düzbucaqlı üçbucaq yaranır burada. Düzbucaqlı üçbucaqda diaqonal hipotenuzun yerindədir. Onda D-nin kvadratı bərabərdir 5-in kvadratı üstəgəl 12-nin kvadratı. Bu 25 ilə 144, 169-u verəcək. Əgər D kvadratı 169 ise D'miz 13'dür. 13'ün kvadratı 169 eder. Deməli C variantı. 13-cü sualla davam edirik. Perimetri 28 tərəflərindən biri 8 olan düzbucaqlının. Tərəflərindən biri 8'dir uşaqlar. 2 vurulsun A üstəgəl 8 perimetrdir. Bərabər olacaq 28'ə. Və A üstəgəl 8, 28'i 2'yə böləndə 14. Buradan A'nı 6 tapırıq. Diaqonalını soruşur uşaqlar. Diaqonalını çəkək. Düzbucaqlı üçbucaq yaranır. Diaqonal burada düzbucaqlı üçbucaqda hipotenuz rolundadır. Pifagor teoreminə görə D-nin kvadratı, yəni hipotenuzun kvadratı katetlərin kvadratları cəminə bərabərdir. Burada Pifagor ədədlərdir uşaqlar. D-nin kvadratı 100 ise D'miz olacaq 10. 6, 8, 10 Pifagor ədədləri. Pifagor üçlüyü də deyirlər onlara. Cavabımız olur 10 B variantı. 14-cü sualla davam edirik. 14. Bizə deyir ki, AM-in uzunluğu 5'dir. AM-in uzunluğuna yazdım 5. Bucaq 1'in bucaq 2'ye nisbəti 4'ün 1'ədir. Yəni bucaq 1'ə onda deyək 4 alfa, bucaq 2'ye deyək alfa. 1'in 2'ye nisbəti 4'ün 1'ədir. MB'nin uzunluğunu tapmalıyıq. Uşaqlar, indi bura fikir verin. Deməli, bura 4 alfadır. Burada Z qaydası var. Baxın, çarpaz bucaqlar var. Gördünüz mü? Siz bilirsiniz ki, diaqonal çəkilibsə kvadratda, diaqonal 92 bərabər hissəyə bölür. Yəni, bura 45 olmalıdır. Və buradakı Z qaydasına görə bir də üzərindən gedirəm. Z-in küncləri bir-birinə bərabər olmalıdır. Yəni, o 4 alfa bərabər olmalıdır 45 üstəgəl alfaya. Belə çıxır ki, 3 alfa bərabərdir 45'ə, alfa bərabərdir 15 dərəcəyə. Tamam, alfa 15 dərəcə olduğunu tapdımsa, 45, 15. Buradan bura qədər elədi 60. Onda buranı da 90'a tamamlamaqdan ötürü 30 dərəcə qalır burada, düzdürmü? Sizdən də 30 dərəcəli bucaq qarşısındakı kateti soruşub. Çünki ABM üçbucağı düzbucaqlı üçbucaqdır. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Orada 5 hipotenuz rolundadır uşaqlar. ABM üçbucağına baxırsınız. Onun da cavabı olur 2,5 D variantı. Sonra 15-ci suala baxırıq. Deyir, kvadratın diaqonalı 7'dir. Kvadratın tərəfinin orta nöqtələrini ardıcıl birləşdən parçaların yaratdığı dörtbucaqlının perimetrini tapın. Uşaqlar, bunu düsturla da bilə bilərsiniz. Diaqonalların cəminə bərabər olacaq. Yəni, bunun 2 dənə diaqonalı varsa, həmin dörtbucaqlının perimetri diaqonal cəminə bərabər, diaqonalların cəminə bərabərdir. Gəlin şəkildə də göstərin. Bax, bu 7'dirsə əgər. Mən kvadratın iki tərəfinin ortasını birləşdirirəmsə, buradakı üçbucağın orta xəttini almış oluram. Bax bunu. Bunun orta xəttinə söhbət gəlsə 7'nin yarısı 3,5 eləyəcək. Düzdürmü? Eyni zamanda aşağıdakına baxırıq. 7'nin yarısı 3,5. İndi keçib digər diaqonalı çəksəm, bu diaqonala paralel buradakı orta nöqtələr birləşəndə yeni bir orta xətt alıram. Axı kvadratın diaqonalları bir-birinə bərabər idi. Kvadratın diaqonalları bir-birinə bərabər olduğu üçün bu 7'ni buradan silim. Bircə dəqiqə. Bax, bu da 7'dir, bu da 7'dir. Diaqonallar. 7'nin yarısı bura gələcək 3,5 orta xətt rolundadır. Buna paralel orta xətt. Sonra bu bir tərəfdə birləşəndə yenə də 3,5. Deməli, siz nə aldınız uşaqlar?
Bu dördbucaqlının perimetrinə baxsanız, 4 dənə tərəfi var, hər birinin 3/5 aldınız. Deməli 3/5 vurulsun 4 bərabərdir 14 olacaq. Və yaxud belə deyə bilərsiniz, M, N, K, L dördbucaqlısının, yəni tərəflərin orta nöqtəsini birləşdirəndə alınan dördbucaqlının perimetri diaqonalların cəmidir. Bu istənilən dördbucaqlıda belədir. Kvadratın da iki diaqonalı ikisi də bir-birinə bərabər olduğu üçün cavab 14 olacaq. A variantı. İndi 16-ya baxırıq. Kvadratın tərəfi 5-dir. Uşaqlar, kvadratın tərəfi 5-dir, diaqonalını tapın. Diaqonalı Pifaqorla gedib tapılırsınız. D bərabərdir. 5-in kvadratı üstəcə 5-in kvadratı ümumiyyətlə diaqonal A kökdə 2 olacaq. Çünki 45, 45, 93 bucağıdır. 45, 45, 93 bucağında katetlər A desək, hipotenuz A-nın kökdə 2 misli. Yəni sizdə diaqonal olacaq 5 kökdə 2. Deyir ki, bunun tərəflərini ardıcıl birləşdirən parçalardan ibarət dördbucaqlının perimetrini tapın. Eyni yuxarıdakı kimi. Yuxarıda şəklin üzərində göstərmişəm. Burada da nə deyirik? Orta nöqtələrini birləşdirən dördbucaqlının perimetri birləşdirən parçalardan ibarət dördbucaqlının perimetri diaqonalların cəminə bərabərdir. Dördbucaqların hər birində bu keçərlidir. Diaqonalın ikisi də 5 kökdə 2-dir. Kvadratın bir diaqonalı 5 kökdə 2-dirsə, o biri də 5 kökdə 2-dir. Yəni cavab 10 kökdə 2 eləyəcək. Niyəsində yuxarıdakı sualda açıqladım. Çünki birləşdirəndə orta xəttlər yaranır. Keçirik 17-ci suala. Deyir ki, 17-də perimetri 18 olan paralelogram var. Paralelogramın perimetri, uşaqlar, bu A'dır, bu da A, bu B, bu B. 2 vurulsun A üstəcər B düsturu ilə hesablanır. 18-dir. Bunu bir balaca sadələşdirə bilərik. A üstəcər B 9 olacaq. Deyir ki, xarici oblastında olmaqla onun hər tərəfi üzərində bir romb qurulub. Bütün tərəflərinin üzərində romblar qururuq. Deyir ki, hər tərəfin üzərində qur. Bu bir romb. Deyir, alınan rombların perimetrləri cəmini tapın. Romb deyirsə, rombun perimetri bir tərəfi 4-ə vuranda alınır. Çünki rombun 4 tərəfi 4-də bir-birinə bərabərdir. Sonra sağdakı tərəfin üzərində quraq. Bunlar da hamısı bir-birinə bərabərdir. P bərabərdir 4A olacaq. Eyni zamanda B tərəfinin üzərində romb quraq. Bunlar hamısı bir-birinə bərabər parçalardır. Bunun perimetri P bərabərdir 4P olacaq. Eyni zamanda aşağıdakı, bax bu parça buna bərabər, çünki rombdan söhbət gedir. Bizə deyir ki, alınan bu 4 dənə rombun perimetrləri cəmini tapın. Yəni 4A üstəcəl təzdən 4A, 2 dənə 4A var. 4B üstəcəl 4B cəmi bizdən soruşulur. Sadələşdirəndə 8A üstəcəl 8B'dir və 8-i ortaq vuruq çıxarsanız mötərizədə qalacaq A üstəcəl B. A üstəcəl B-ni də axı 9 tapmışıq. Deməli 8 vur 9, cavabınız 72 olacaq B variantı. 18-ci suala baxırıq. Yeni sualdır bu uşaqlar. Yeni tipli sualdır. Tamam. A, B, C, D rombunda 2 dənə parça perpendikulyardır tərəfləri. Onlar verilib 90-dan işarələr qoyulub. M, P 4-dür. Y, P 2-dir. P, F 9-dur. P, N-i soruşur. X. Uşaqlar, bunlar hündürlüklərdir. Rombun hündürlükləri. Bax, əgər tərəfə perpendikulyar çəkilirsə, bu rombun hündürlüyünü bildirir. M, N hündürlükdür. Y, F də CD-yə çəkilən hündürlükdür. Y, F də hündürlükdür. Uşaqlar, rombun bütün tərəfləri bir-birinə bərabər olduğu üçün biraz elə çəkim ki, məndə bərabər olsun.
Bütün tərəflər bir-birinə bərabər olduğu üçün, məsələn, bura çəkilən hündürlük hər nə qədərdirsə, bura çəkilən hündürlük də eyni parçaya bərabərdir. Rombun hündürlükləri bərabərdir. İndi bu hündürlüyü sürüşdürüb, bircə dəqiqə, biraz uzadım. Baxın, bu hündürlüyü sürüşdürə bilsəm yaxşı olacaq. Bu hündürlüyü sürüşdürüb bu tərəfdən çəkib. Bunu da biraz sürüşdürüb buradan çəkib. Aydındır. Yəni bu onların yenə də hündürlük olması faktını dəyişmir. Bu yeni hündürlükdür. Fərqi yoxdur hardan çəkilsə və onlar bərabər olmalıdır. İndi bizdə MN-in uzunluğuna baxın. MN 4-dən x-in cəmindən ibarətdir. YF-ə baxsanız 2 ilə 9-un cəmidir. Belə çıxır ki 4 üstəgəl x bərabərdir 2 üstəgəl 9-a. X də bərabər olur 11 çıxılsın 4 bərabərdir 7. D variantı. Rahat sualdır və yeni sualdır. Maraqlıdır eyni zamanda. Deməli, nə yadımızda saxlayaq ki, ABCD rombu. Çəkək bir romb. ABCD. Rombu çəkəndə tərəflərini bərabər çəkin. B kör bucaq təpəsindən keçən düz xətt AD tərəfini M nöqtəsində kəsir. Hər hansı bir düz xətt keçirik, AD tərəfini kəsir M nöqtəsində. Və deyir ki, ABM bucağının MBC bucağına nisbəti 1-in 3-ədir. Onda bura x yazaq, bura 3x yazaq. 2AB bərabərdir 5AM. Uşaqlar, bu demək ki, AB-yə 5K, AM-ə 2K gedəcək, yazırıq. AB bərabərdir 5K və AM bərabərdir 2K. O zaman AB 5K-dırsa elə bunun üzərində 5K, AM 2K yazırıq və bu romb olduğu üçün uşaqlar burada 5K olmalıdır. Çünki rombun tərəfləri bərabərdir. Onda 5K-dan 2K çıxıb bu hissəyə yazmalıyam 3K ki, rombun tərəflərinin bərabərliyini göstərə bilim. ABD üçbucağından söhbət gedirsə, mən B ilə D-ni birləşdirib ABD üçbucağını görməliyəm orada. ABD üçbucağının perimetri deyir 35-ə bərabərdir. Bu Y tərəfinə biz işarə eləyək, BD-yə Y dedim. Çünki Y-i biz yəqin ki, K-la ifadə etməliyik ki, tənlik qura bilək. İndi baxırıq, rombun diaqonalını çəkdim də mən BD ilə. Rombun diaqonalı haqqında biz bilməliyik. Diaqonal rombun bucağını 2 bərabər hissəyə ayırır. Yəni bucağın tənbələnidir. İndi yuxarıdakı bucaq 3x-in cəmi ümumi 4x-dir. Baxın, bu ümumi 4x-dir. 4x-ində tənbələni çəkmişəmsə, bölünməlidir 2x, 2x hissəyə. Bax, burada 2x olmalıdır, burada 2x olmalıdır. Onda mən olarmı orada 3x-i silim, ora 2x yazım, 2x-in də x-i qalır bura. Ki, buradan bura qədər 3x idi, onun 2x-in sağ tərəfə yazdım, x də burada qaldı. Onda belə çıxır ki, mən bu üçbucağın əslində BM çəkərək tənbələni çəkmiş sayılıram. Çünki 2 dənə bucağı bərabərdir. Tənbələnin də xassəsinə əsasən 5K-nın Y-ə nisbəti bərabərdir 2K-nın 3K-ya nisbəti. Bu nisbəti artıq bilirsiniz. A böl B bərabər M böl N-dən gəlirdi. Buradan 2Y bərabərdir 15K, Y-in 7,5K olduğunu alırıq. Y 7,5K-dır. Və bizə demiş ki, üçbucağın perimetri 35-dir. Üçbucağın tərəfləri biri 5K-da, aşağı yenidən 5K və digər tərəf 7,5K. Bunun cəmi 35-dirsə, 17,5K-nın cəmi 35 edir. Deməli, K burada 2-dir. K 2-dir və bizdən BD-ni soruşur. BD 7,5K olduğu üçün 7,5-i vururuq 2-yə. 7,5-i vururuq 2-yə, cavab edir 15A variantı. Keçirik 20-ci suala. Qapalı suallar bitdi. İndi ətraflı, açıq kodlaşdırma tələb edən suallardayıq. Düzbucaqlının deyir diaqonalları arasındakı bucaqlardan biri 120-dir. Düzbucaqlının diaqonallarını çəkirsiniz.
120 körbucaq olduğu üçün körbucaq olan yerə 120 yazırıq. O zaman bunun qarşısındakı bucaq 60 dərəcə eləyəcək. Əlavə olaraq biz nə bilməliyik? Düzbucaqlının diaqonalları bərabərdir. Sonra bilməliyik düzbucaqlının diaqonalları kəsişəndə bərabər hissələrə bölünür. Onda belə çıxır ki, bu 4 parça 4-də bir-birinə bərabərdir. Bizə deyir diaqonal 36. Diaqonal 36-dırsa onda o bölünür 18 hissəyə. Eyni qaydada bu da 18 bərabər hissələrə bölünür. Kiçik tərəfini soruşur, kiçik tərəf bu tərəfdir. İndi 60 görürsünüz burada və iki dənə tərəf bərabərdir. Deməli, iki tərəf bərabərdirsə, o birisi iki bucaq da bərabər olacaq. 180-dən 60 çıxıb 2 yerə böləndə 120-ni, o da düşür 60-60 və üç bucaq çevrilir olur bərabər tərəfli üç bucaq. Belə çıxır ki, kiçik tərəfimiz olur 18-ə bərabər. Keçirik 21-ci suala. Düzbucaqlının diaqonalları arasındakı bucaqlardan biri deyir 120-dir. Eyni məsələdir uşaqlar. Çəkirik, diaqonalların ikisi də çəkilməlidir. Aradakı bucaq 120 deyirsə, kör bucaq yerinə 120 yazırsınız. Onda iti bucağımız olacaq 60 dərəcə. İndi diaqonalların da bərabərliyini bilirik və kəsişəndə də yarıya bölündüyünü bilirik. Diaqonal 24-dürsə, onda kəsişib yarıya bölünür 12 olur. Eyni zamanda digər diaqonalda 12. Burada bərabər yanlı üç bucaq görürük. İki dənə tərəfi bərabərdir. İki tərəfi bərabərsə, iki bucağı da bərabər olacaq. 180-dən 60 çıxıb 2 yerə bölündə düşür 60-60, çevrilir olur üç bucaq bərabər tərəfli. Bərabər tərəfli üç bucaqsa digər tərəfləri 12-dirsə, bu tərəfdə olur 12. Tapdığım tərəf də düzbucaqlının kiçik tərəfidir. Deməli, cavabımız olur 12. 22-yə baxırıq. Rombun kör bucaq təpəsindən hündürlük çəkək. Sadəcə rombu elə çəkək ki, tərəfləri bərabər olsun uşaqlar. Tərəflər bərabər olmasa şəklimiz düzgün alınmaz. Rombun kör bucaq təpəsindən çəkilmiş hündürlüyü rombun tərəfi ilə, yəni burayla 30 dərəcəli bucaq əmələ gətirir. Onda belə çıxır ki, rombun iti bucağı 60 uşaqlar. Çünki 90, 30, 120 elədir. Üç bucağın bucaqları cəminə görə bura 60 qalır. Rombun kiçik diaqonalının 5 olduğunu bilərək. Kiçik diaqonal 60-la üz-üzə dayanan diaqonal olacaq. Bura 5-dir. Bu işarəni də silirəm buradan. 5 olduğunu bilərək onun perimetrini tap. Rombun perimetrini bilməkdən ötürü rombun tərəfini tapmalıyıq. Deməli, uşaqlar, hündürlüyü çəkdim. Bura 60 dərəcədir. Sonra nə eləyə bilərik? Rombun əgər iti bucağı 60-dırsa, kör bucağı olur 120. Çünki iti ilə körün cəmi 180 idi. Və rombda diaqonal bucağın tənböləndir. İndi bura 120-dirsə, tənbölən onu 2 bərabər hissəyə bölür. 60, 60. Və 60, bura 90, yuxarıya təzdən qalır 180-dən bunların ikisinin 90-ın 60-ın cəmini çıxanda 30. Yəni sizin bu üç bucağınız bütün bucaqları 60 dərəcəli üç bucaq olur. Yuxarıdakı təpədəki bucaq da 60-dır da ümumi. Yəni bərabər tərəfli üç bucaq olur. Bərabər tərəfli üç bucaqdırsa, burada işarə eləyəndə, yəni buranı nəzərdə tutmuşam. Hamısı 5-ə bərabərdir. Tərəflərinin rombun da bütün tərəfləri bərabər olduğu üçün perimetri 4A düsturu ilə hesablanırdı. Deməli, cavabımız olur 20. Keçirik 23-cü suala. 23-cü sualda deyir, kör bucağı iti bucağından 5 dəfə böyük olan, hündürlüyü 6 olan romb. Hündürlüyün çəkəyi 6-dır. Kör bucağı iti bucağından 5 dəfə böyük. X-dir, kör bucaq 5x. Biz bilməliyik bir tərəfə söykənən iki bucağın, bir tərəfə bitişi iki bucağın cəmi 180-dir. 6x bərabər 180-dən x-in 30 olduğunu alırıq. X 30 dərəcədir. 30 dərəcəli bucaq qarşısındakı katet bu düz bucaq, üç bucaqda hipotenuzun yarısına bərabərdir. Deməli, hipotenuz 12 olubdur ki, onun yarısı 6-dır uşaqlar. Hipotenuz həmişə 2 dəfə böyükdür 30 dərəcənin qarşısındakı katetdən. Rombun perimetrini soruşur. 4 vurulsun A-ya bərabərdir. 4 vur A, yəni rombun tərəfi 12. Deməli, cavabımız olacaq 48. Keçirik 24-cü suala. 24. Bizə deyir ki, B bucağı 120 dərəcədir. Üzərində işləyəcəm. 120 AM KC-yə bərabərdir. O da MB-nin yarısıdır. AM-ə X deyək, KC-yə də X deyək. AMX, KCX. Uşaqlar, AM deyir ki, 2də 1 MB-yə bərabərdir də. MB.
AM siz x demişsinizsə, 2-də 1 MB nə deməkdir? MB-nin yarısıdır deməkdir. Deməli, MB-yə siz gedib 2x yazmalısınız. Rombun bütün tərəfləri bərabər olduğundan bura 3x-dirsə, burada 3x yaza bilərik. MK-nın uzunluğu 2 kök altında 13-dür. Və bizə deyir rombun perimetrini tap. Rombun perimetrini bilməkdən ötürü x-i tapmalıyıq. Burada köməkçi xətt çəkəcəyik uşaqlar. Tərəfə, AD tərəfinə paralel bir xətt çəkirik. AD-yə paralel çəkmişəmsə, təbii ki, burada paraleloqram yaranır. Paraleloqramın qarşı tərəfləri bir-birinə bərabər olduğu üçün, bura DH yazımda x olur. D-dən H-a qədər məsafə və burada 3x qalır. Sonra mən bu paralelliyi çəkmişəmsə, bu eyni zamanda burada paraleldir. Deməli, burada bir paraleloqram yaranır. Paraleloqramın qarşı bucaqları bir-birinə bərabər olduğundan bura 120 dərəcədir. Və qalır ortadakı bu hissə. Rombun axı bütün tərəfləri bərabərdir. Bu ümumi 3x olmalıydı da. Onda ortaya qalır 3x-dən bu 2 dənə x-ə çıxanda x. Və bizim burada bir dənə 3 bucağımız yaranır. Biz bununla işləməliyik. 3 bucaqda 1 bucaq və 3 tərəf haqqında məlumat varsa, kosinuslar teoremindən gedirik uşaqlar. Bucaqların sayı çoxdursa sinuslar teoremindən, bir dənə bucaq varsa kosinuslar teoremindən tapırlar tərəfi. Deməli, kosinuslar teoremində yazılırdı ki, a kvadratı bərabərdir, b kvadrat üstə gəl c kvadrat çıx 2bc vur kosinus alfa. A deyəndə bucağın qarşısında dayanan tərəf nəzərdə tutulur. Bizdə 2 kökdə 13 dayanıb. 2 kökdə 13-ün kvadratı bərabərdir. B ilə C deyəndə digər tərəflər nəzərdə tutulur. Fərqi yoxdur. Biri B-dir, biri C. 3x-in kvadratı 9x kvadratı olacaq. Çıx, 2 vur. Tərəfin birinə x, birinə 3x vur. Kosinus 120 yazmalıyıq. İndi burada nələri bilməliyik ki, kökdə 13-ün kvadratı, 2-in kvadratı 4, kökdə 13-ün kvadratı 13, vurduq 52. Bunların ikisini toplaya bilirəm, 10x kvadratı çıx. Bunları da vura bilirəm, 6x kvadratı vur. Kosinus 60, uşaqlar yadınızda saxlayın, qonşu bucaqların kosinusları əks ədədlərdir. Yəni, kosinus 120-in cavabı, kosinus 60-ın cavabı hər nədirsə, onun əksidir. 60 axı 120-in qonşusudur. Onu da cədvəldən siz artıq bilməlisiniz, 3 bucaqlarda keçmişik. Kosinus 60 dərəcədə alır 2-də 1, 120 deməli bunun əksi olacaq, mənfi 2-də 1. Və sadələşcəndə qalır 10x kvadratı, üstə gəl 6 ilə 2 gedir, mənfilər də təsir edir, üstə gəl 3x kvadratı. Yəni 52 bərabərdir 13x kvadratından, siz x kvadratını 4, x-i isə 2 tapmış olursunuz. İndi bizdən rombun perimetrini istəmişdi. AD-ni tapıb 4-ə vurmalıyıq. AD-imizin uzunluğu 3x-dir. 3x-i 4-ə vurmalıyıq. 12x edir. X-in də cavabı 2-dir. Deməli 12-ni 2-yə vuranda yekun cavab 4. 24. 25-ci sualla davam edirik. Deyək ki, DC-nin uzunluğu 16-dır. Perpendikulyarlıqları göstərib YK perpendikulyardır BC-yə. 90 işarəsini burada yazaq. YP 3YK-dır. Uşaqlar, YK-ya x deyək. YK x olsun. YP-də onda 3x olacaq. YP 3x. İndi. Biz burada nədən istifadə etməliyik? Kvadratın diaqonalı kvadratın bucağını 2 bərabər hissəyə ayırır. Bucaq 90-da axı o 2 bərabər hissəyə ayrılıb 45-45 olacaq. Bu kvadratda belədir. Kvadratın diaqonal bucağı 90-da, diaqonal onu 45-45 hissəyə ayırır. Eyni zamanda yuxarıdakı tərəfdən də eyni şeylər yaza bilərsiniz. 45-45. Sonra bura baxırsınız bu üç bucağa. Bu böyükdür deyənə bunun üzərindən gedəcəm. Balaca ilə də işləyə bilərsiniz. 90 buradadır, 45 buradadır. Deməli, o biri iti bucaq. Axı düz bucaqlı 3 bucağın iti bucaqları cəmi 90 olmalıydı. Onda bura qalır 45. Deməli, bu düz bucaqlı 3 bucağımız bərabər yanlı düz bucaqlı 3 bucaq olur. Bura olur x. Bir tərəfdən də uşaqlar, bu x ilə buradakı p, b parçası bərabərdir. Çünki düz bucaqlı yaranıb. Burada düz bucaqlının qarşı tərəfləri bir-birinə bərabərdir. Kvadratın tərəfini aldıqmı 3x-dən x-in cəmi, yəni 4x. Və bir tərəfdən də bilirəm ki, kvadratın tərəfi 16-dır. Deməli, əslində bu bizə demək istəyir 4x 16-dır. X-imiz 4 olacaq burada.
YK-nın uzunluğunu soruşur. YK da x-ə bərabər olduğu üçün elə cavabınız 4 uşaqlar. Belə, qəşəng sualdır. Çətin deyil özdə, həm də maraqlıdır. 26-cı suala baxırıq, eyni. Kvadratın diagonalı çıxdığı bucağı yarıya bölür. Onda 90'ı yarıya bölüb 45 olacaq. Bura 90'dır, bu 45'dir. Deməli, buradakı bucaq da 45 qalır. Siz bu üç bucaqdan işləyirsiniz hələ ki. Sonra bizə verilib. MY 3 MN-ə bərabərdir. MN-ə x deyək, MY-yə onda 3x deyəcək. Və bizim içərisini rəhlədiyimiz üç bucaq bərabər yanlıdır. Çünki iki bucağı bərabərdir. Onda bura 3x gedəcək. Və MN x-dirsə, YD də x olacaq. Çünki düz bucaqlının qarşı tərəfləri bir-birinə bərabərdir. Eyni zamanda bizə BC-nin 12 olduğu verilib. Bura 12-dir. BC də nəyə bərabərdir? AD-yə. Yəni 4x-in 12 olduğunu verib. X-imiz 3. Bizdən nə tələb olunur? MN-i tapın. MN-ə də biz x demişik. Deməli, cavabımız 3. Keçirik 27-ci suala. Deyir, ABCD düz bucaqlısında OCD bucağı 60 dərəcədir. Yazıb özü 60 dərəcəni. B'ye perpendikulyardır AC'ye. Bunun da 90'ın işarəsini yazıb. OY. O'dan Y'ye qədər 4'dür. Bu parçanın uzunluğu 4. AC'nin uzunluğunu tapın deyir uşaqlar. Deməli, nə etməliyik? İlk öncə nə edək? Düz bucaqlının diagonalları bərabərdir. Düz bucaqlının diagonalı, iki diagonal var, ikisi də bir-birinə bərabərdir. Kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür. Onda belə çıxır ki, bu parça, bu parça, bu parça və buradan bura ümumi bərabərdirlər. Bərabərdirlərsə, onda bu üç bucağa baxsanız, bayaq bir məsələ işlədik, orada da var idi bunun. Bu üç bucaq bərabər yanlı üç bucaqdır uşaqlar. Bərabər yanlıdırsa, bura 60-dırsa, onda burada 60 olacaq. Bax, bu tərəflərin istiqamətləndiyi bucaqlar bərabər olur. Onda bu daxildəki bucağa da qalır 60. Çünki 180-dən 60-dan 60-ın cəmini çıxırsınız. 60-la qarşı-qarşıya dayanan bucaq burada 60 olacaq. 90 var, deməli bura 30 dərəcədir. 30 dərəcəli bucaq qarşısındakı katet, bura 4'dür də, hipotenuzun yarısı olmalıdır. Deməli, bu hipotenuz BO 8'ə bərabərdir. AC-nin uzunluğunu soruşur uşaqlar. BO 8-dirsə, onda OD də 8 olur. Bax, bu hissə bu hissəyə bərabər. Çünki kəsişəndə yarıya bölünürlər. Onda BD-nin uzunluğu 2 dənə 8-dən ibarət, yəni 16-dır. Və düz bucaqlının diagonalları bərabər olduğu üçün AC BD-yə bərabərdir. Bunun da uzunluğu 16. Belə. 28-ci suala baxırıq. Yenə eyni şəkildir uşaqlar. Düz bucaqlının diagonalları bərabərdir. Kəsişəndə yarıya bölünürlər. Bərabərsə, onda bu kəsişəndə yarıya bölünürsə, bu hissə bu hissəyə, bu da buna bərabərdir. Düzdürmü? Burada yaranır bərabər yanlı üç bucaq. İlk öncə bərabər yanlı. Bax, bu tərəflə bu tərəf bərabərdir. Onda belə çıxır ki, bura 60 dərəcədir və eyni zamanda bura 60 qalır. O çevrilir, bərabər tərəfli üç bucaq olur. İndi bizə verib AB-nin uzunluğunu 6. Bax, bura 6'dır. AB 6'dırsa CD də 6'dır. Və burada yarandı bərabər tərəfli 3 bucaq. Bərabər tərəfli 3 bucaqda bizdən nəyi soruşur? O yeni. Bərabər tərəfli 3 bucaqdırsa, bu da 6'dır, burada 6'dır, eyni zamanda burada 6'dır. İndi bura qalır 60 dərəcə. 60-la qarşı-qarşıya dayanan bucaqdır. Düz bucaqlı üç bucağın iti bucaqları cəmi 90-dırsa, digər iti bucağı 30. 30'un qarşısındakı tərəf katet hipotenuzun yarısı olacaq. Deməli, buradakı katet olacaq 6'ın yarısı 3. OY bərabərdir BO'nun yarısı, o da eləyir 3. Keçi 29-cu suala. Deyir ki, iki təpəsi tərəfi 9 olan kvadratın diagonalı üzərində
O biri təpələr isə həmin kvadratın tərəfləri üzərində yerləşən bir kvadrat. Bax, bunun diaqonalını çəkirsiniz. Kvadratın diaqonalı. Çəkdiniz hansı xas hissəsini bilirsiniz? Diaqonal bucağı 2 bərabər hissəyə bölür. 45, 45. Amma bu kvadratdadır. Ha, 45, 45 olmaq söhbəti. Başqalarında yoxdur. Deyir ki, tərəfi də 9'dur. Bir dənə kvadrat qurmalıyıq. Elə qurmalıyıq ki, iki təpəsi diaqonalın üzərində, iki təpə də tərəflərin üzərindədir. Hardasa belə bir şey olacaqdır. Uşaqlar düzgün götürə bilsək. Elə eləməliyik ki, alınan fiqurumuz kvadrat oxşasında, yəni həm 90 dərəcə yaransın bucaqları, həm də tərəflər bir-birinə bərabər görünsün. Oxşadır məncə. Deyir ki, bu kvadratın diaqonalını tapın. Bax, siz tapmalısınız bu parçanın uzunluğunu. O parçanın uzunluğunu tapmaq üçün nə edə bilərik? Kvadratın tərəfi 9'dursa, kvadratın tərəfi 9'sa, diaqonalı 9 kök 2 eləyəcək. Niyə görə 9 kök 2 eləyəcək? D böyük yazıram, yəni böyük kvadratın tərəfi. Tərəfin kök 2 mislinə bərabər idi. Çünki A kök altında 2'dir də, diaqonal düstur A kökdə 2. Tərəfin kökdə 2 misli. Pifagordan gəlir uşaqlar. İndi 9 kökdə 2'dir. Bura fikir verin, 90'dır, 90'ın qonşusu 90 olacaq. Onda buradakı bucağı qalır 45. Mən məsələn bura bir dənə x desəm, onda burada x olacaq. Sonra keçirəm kvadratdırsa, digər tərəflərə də x yazmalıyam. Eyni zamanda bu yuxarıdakı bucaq 45'dirsə, burada 45 qalır. 90, 45, 45. Burada da təzədən bərabər yanlı 3 bucaq yaranır. Bax, 45, 45'sə, deməli bu parça ilə bu parça bərabərdir. Burada x yazmalıyam. Belə çıxır ki, diaqonal 3x-ə bərabərdir. 3x əgər 9 kökdə 2'dirsə, mən x-i tapıram 3 kökdə 2. Yəni bu balaca kvadratın tərəfinə baxsanız 3 kökdə 2 tapmış olursunuz. İndi balaca kvadratın diaqonalını soruşur. Diaqonal düsturu da tərəfin axı kökdə 2 mislidir. D kiçik kvadratın diaqonalı anlamında yazmışam bunu. Tərəfi 3 kökdə 2'dir, kökdə 2 misli olacaq. Onun da cavabı olur 6. 30 eyni məsələdir uşaqlar. Gəlin 30'u bunun üzərindən gedək. Şəkil eyni şəkildir. Şəkili çəkirsiniz, kopya eyni, hər şey. Sadəcə olaraq tərəfə bu səfər 9 yox, 12 yazırsınız. Bunu 9 yox, 12 edin. Onda diaqonal, böyük kvadratın diaqonalı olacaq 12 kökdə 2. Tərəfin kökdə 2 misli. Diaqonal da 3x-ə bərabərdir axı. 12 kökdə 2'yə bərabərdirsə, onda x-imiz 4 kökdə 2. X 4 kökdə 2 isə balaca kvadratın tərəfi 4 kökdə 2'dir. Balaca kvadratın nəyi soruşur sizdən? Diaqonalı. Tərəfin kökdə 2 mislidir kvadratın diaqonalı. Deməli, x-in yerinə 4 kökdə 2 yazıb, kökdə 2'yə vururuq, cavabı tapırıq 8. Yuxarıdan kvadratın xassələrini siz yenidən çəkin. Onların hamısını qeyd edin öz dəftərinizdə. Keçirik 31-ci suala. Deyir ki, ABCD rombunda. Söhbət rombdan gedir. Uşaqlar, BC tərəfi 4 kökdə 6 böl 3'dür. 4 kökdə 6 böl 3. BC 4 kökdə 6 böl 3 isə DC də 4 kökdə 6 böl 3'dür. Çünki rombun bütün tərəfləri bərabərdir. BAD bucağı 60 dərəcədir. Onda belə çıxır ki, iti bucaq 60 isə kör bucaq 120'dir. KCD 15. Bax, bura 15 dərəcədir. Üç bucağın bucaqları cəminə baxsaq, 120, 15, 135. Demək, bucaq K'nı tapanda 180'dən 135'i çıxırsınız 45 dərəcə. Bu belə. Bizdən KC'ni soruşur. X yazaq ya da A yazaq gəlin. A'nı tapacağıq. Üç bucaqla işləyirik. Üç bucağın bucaqları verilibdir. Tərəfi soruşur. Təbii ki, bucaqlar çox verilibsə biz sinuslar teoremindən getməliyik. Sinuslar teoremində deyilirdi A böl sinus alfa bərabərdir B böl sinus beta. Buna əsasən A böl A'nın qarşısında dayanan bucaq 120'dir. A böl sinus 120 bərabərdir B.
B deyəndə digər tərəf nəzərdə tutulur. Yəni 4/6 bölünsün 3. Bölünsün sinus beta. 4/6 ilə qarşı-qarşıya 45 dərəcədə yanır. Burada nə edəcəyik? Çarpaz vururuq. A vur sinus 45 bərabərdir 4/6 bölünsün 3 vur sinus 120. Sinus 45-in cədvəldən qiymətləri ümid edirəm yadınızdadır. Kimin yadında deyilsə bir zəhmət əzbərləsin. Qonşu bucaqların sinusları bir-birinə bərabərdir demişik. Yəni sinus 120, 120-nin qonşusu nədir? 60. Sinus 60-a bərabərdir. Sinus 60-da da kökdə 3 bölünsün 2 alır. Qaydanı bir də təkrarlayıram. Qonşu bucaqların sinusları bərabərdir. Bayaqda kosinuslarla işləmişdik. Kosinusları isə əksdir. Deməli, bu 2 ilə bu 2-ni ixtisar apara bilərsiniz. A vurulsun kök altında 2 bərabərdir 4 kök altında 18 bölünsün 3. Yəni A vur. Burada kökdəkiləri əslində ixtisar edək də rahat olsun bizə. A bərabərdir. Kökdə 18, kökdə 2 ixtisar etsəz kökdə 9 qalır. 4 vur kökdə 9 yəni 3 bölü 3. Cavabımız 4. 32-ci suala baxırıq. Uşaqlar oxşar sualdır. C, K-nın uzunluğu 3 kökdə 6 verilibdir. B, KC, D-nin dərəcə ölçüsü verilib 15. B, AD 60. Rombun iti bucağı 60 dərəcə isə kör bucaq olacaq 120 dərəcə. Bizdən soruşur BC. BC bunun tərəfidir. Tərəfə x yazaq. Onda burada x olacaq. 120, 15, 135. Deməli, 3 bucağın digər bucağını tapanda 180-dən 135 çıxıb yazırıq 45. Baxın, bucaqların sayı çoxdur və sizdən tərəf soruşur. 3 bucağa baxsanız, 3 bucaqda bucaqların sayı çox olub. Tərəf soruşursa, sinuslar teoreminə görə gedəcək. Sinuslar teoremində x-in qarşısında dayanan bucağın sinusuna nisbəti, sinus 45-ə nisbəti bərabərdir 3 kökdə 6-nın öz qarşısına dayanan bucağın sinusuna nisbətinə. Çarpaz vururuq. X vur sinus 120 bərabərdir 3 kökdə 6 vur sinus 45. Qonşu bucaqların sinusları bərabər olduğundan 120-nin qonşusu 60-dır. Sinus 60-da nə alırsa, sinus 120-də də eyni şey alacaq. Kökdə 3 bölü 2 alır. Sinus 45-də də kökdə 2 bölü 2. Nə edirik? İxtisar edirik. Sağdan və soldan 2-ləri apara bilərik. Kökdə 6 ilə kökdə 3 ixtisar getsə burada kökdə 2 qalır. X-in cavabı 3, kökdə 2 vur kökdə 2. Kökdə 2-ni kökdə 2-yə vuranda 2, 3-ə də vuranda 6. 32-nin cavabı 6. Keçirik 33-cü suala. ABCD rombdur. Rombdursa bir tərəfi A-dırsa o birilər də A olacaq. AM KC-yə bərabərdir. O da 2-də 1 BM. AM ilə KC-yə X yazaq. Bu A-ları yazmıram hələ. Yəqin ki, mənə lazım olmayacaq, sildim. Və bizə deyir ki, MB-nin yarısıdırlar bunlar. Demək, MB, mən buna X, buna X dedimsə, MB gərək 2X olsun ki, 2-də 1-i 2-yə vurum, X qalsın. MB-yə 2X. Belə çıxır ki, rombun bir tərəfi 3X-dir. Onda burada 3X yaza bilərəm. Sonra MK-nın uzunluğun 3 kökdə 13. Bundan bir də nə işlədik uşaqlar? Əslində bunu sərbəst işləməyi bacarmalıyız. Çünki birini işləmişdim əvvəldə. Deməli, buradan paralel xətt çəkirəm. Buna köməkçi xətt deyirik. Əgər paralel çəkmişəmsə buna paralel çəkdim də. Demək ki, uzunluğu bərabərdir. 3X olacaq. Bizə vermiş ki, B bucağı 120-dir. Uşaqlar, mən bunu paralel çəkmişəmsə, burada bir paralelogram alınır. Paralelogramın da qarşı bucaqları bərabər olduğuna görə burada 120 yazmalıyıq. Eyni zamanda burada başqa bir paralelogram yaranıb. Bunun da qarşı tərəfləri bərabərsə, bura X. Rombun bütün tərəfləri 3X olacaq. Onda ortaya qalır X. Ki 3X-ə tamamlansın. İndi siz burada 3 bucaq alırsınız. 3 bucağın bu dəfə bir dənə bucağı verilib, tərəfləri çox verilib. Bir dənə bucaq verilirsə kosinuslar teoremindən. Kosinuslar teoremində nə deyilirdi? Ümid edirəm hər biriniz bunu bilirsiniz.
Demək, A deyəndə 120-nin qarşısındakı tərəf nəzərdə tutulur. 3 köhdə 13-ün kvadratı. B deyəndə 3x kvadratı. C deyəndə x kvadratı. Çıx 2 vur 3x vur x vur kosinus 120. 3 köhdə 13-ün kvadratı. 3-ün kvadratı 9, köhdə 13-ün kvadratı 13. 9'u 13'e vuranda 117. Bu 9x kvadratıdır. Bu da x kvadratı. Qalır 10x kvadratı. Çıxılsın. Bura 6x kvadratı. Vur. Kosinus 120. Qonşu bucaqların kosinusları əks elətdilərdir. Yəni kosinus 60'da nə alırsa onun əksini alacaq kosinus 120. Kosinus 60'da mənfi 2'də 1 alırdı. Qarşısına bir mənfi də biz yazırıq. Bərabərdir 10x kvadratı. Bunlar ixtisar gedir. Mənfilər təsir edir 3x kvadratı. Yəni 117 bərabərdir 13x kvadratına. X kvadratı bərabərdir 9. Oradan x-i 3 alırıq. Deməli, AD tərəfinə baxsaq, uşaqlar AD tərəfi 3x-dir. X-in də yerinə 3 yazsam 3 vur 3 bərabərdir 9. Və bizdən perimetri soruşur. Perimetr 4A, yəni 4 vurulsun AD olacaq burada. 4 vurulsun 9, 36. Bunlar qəşəng suallardır. Rombla bərabər üçbucaqda kosinuslar və sinuslar teoremin sizə təkrarlatmış oldu həmin suallar. Kimin də unutmuşluğu varsa getsin üçbucaqlarda sinuslar və kosinuslar teoremi olan başlığı bir də işləsin. Hamısını işləməsəniz belə seçin 4-5 dənə sual hərəsinə aid işləyin uşaqlar. Otuz-dördüncü sualla davam edirik. ABCD düzbucaqlısında BM perpendikulardır AC'yə. BM'in uzunluğu 2,4. 2,4. MC'nin uzunluğu 3,2'dir. Düzbucaqlının perimetrini tapın. Düzbucaqlının perimetrini bilmək üçün düzbucaqlının tərəflərini tapmalıyıq və tərəf tapmaq üçün ilk öncə bu hissəni bilməliyəm. Bura bir M yazıram. Uşaqlar düzbucaqlı üçbucaqda hipotenuzə çəkilən hündürlüyün proyeksiyalarının əlaqəli h kvadratı bərabərdir m vur n düsturu var idi. Sizə xatırlatmaq üçün bunu yazıram. Yəni sizdə düzbucaqlının bu bucağı 90 dərəcədir. Burada yaranır düzbucaqlı üçbucaq. Və bu düzbucaqlı üçbucaqda həmin h kvadratı bərabərdir m-in düsturunu tətbiq etsək, 2,4'ün kvadratı bərabərdir m vurulsun m dedikdə 3,2. Deməli m-i tapmaq üçün 2,4'ün kvadratını mən kvadratı belə yazacağım uşaqlar. Bölürəm 3,2. Bunlar ikisi də 0,8'e ixtisar gedir. Burada 4 qalır, burada 3. 4 ilə 2,4'ü də ixtisar aparsanız 0,6. 0,6'nı 3'e vuranda olacaq 1,8. Deməli, M-in uzunluğunu tapdıq 1,8. İndi AB-nin uzunluğunu tapmaq üçün Pifagor teoremi tətbiq edəcəyik. AB kvadratı bərabərdir M-in, yəni 1,8'in kvadratı üstəgəl 2,4'ün kvadratı. 1,8'in kvadratı 3,24'dür. 2,4'ün kvadratı 5,76'dır və bunları toplayanda 9. AB-nin kvadratı əgər 9-sa AB-nin 3 olduğunu alırıq. AB 3. İndi BC-ni tapmaq üçün də iki cür gedə bilərsiniz. Bir, bu üç bucağa Pifagor teoremi tətbiq edə bilərsiniz. Bir də böyük bucaqdan tapa bilərsiniz. Elə mən bayaqki ilə eyni getsin deyə BC-nin kvadratı bərabər. Göylə rəhlədiyim yerə Pifagor teoremi tətbiq edəcəm. 2,4'ün kvadratı 5,76. 3,2'nin kvadratı 10,24. Bunlar 16 edir. BC'miz 4'dür. Bizdən perimetri soruşur. Düzbucaqlının perimetri 2 vurulsun. Tərəflərin cəmi 3 ilə 4'ün cəmi və bunun da cavabı olacaq 14. Eyni sual 35'də verilib. Gəlin 35'i yazaq uşaqlar. Bizə verilib BM-in 4,8 olduğu, MC 6,4'dür. Burada bir dənə M yazıram. H kvadratı bərabərdir MN düsturuna əsasən düzbucaqlı üçbucaqda. Hipotenuza çəkilən hündürlük, yəni 4,8'in kvadratı bərabərdir M vurulsun 6,4.
M-i tapmaq üçün 4/8-in kvadratını, yəni 4/8 vur 4/8-i 6/4-ə bölməliyəm. 0/8-i ixtisar gedir, aşağıda 8 qalır, yuxarıda 6. Bununla bu da ixtisar gedib 0/6. 0/6-nı 6-ya vuranda 0,36. M-in cavabını alırıq. 0,36 yox. 3,6. Çünki bir dənə vergül sürüşdürməliyik də. 3,6. Deməli, M-in cavabını 3,6 tapdıqsa, AB-ni tapmaqdan ötürü bura Pifagor teoremini tətbiq etsək, 3,6-nın kvadratı ilə toplamalıyım 4,8-in kvadratını. Uşaqlar, bunlardan kök alacağım da. Bu, biraz vurmaq vaxt apara bilər deyə 3,6-nı mən 1,2 vurulsun 3 kvadratı deyə hər ikisinə kvadrat yazıram. 4,8-i 1,2 vur 4 kimi düşünsəm, ortaq vuruq çıxartmaqla rahat əldə edə bilərəm. 1,2-nin kvadratını çıxardıram, qalır 3-ün kvadratı üstə gəl 4-ün kvadratı. Uşaqlar, 1,2-nin kvadratından kökdən 1,2 çıxır. 3-ün kvadratından 4-ün kvadratının cəmi 25 verir, oradan da 5 çıxır. Deməli, bura 6 imiş. AB 6-dır. AB 6-dır. AC-yə baxın. AC-miz də 3,6 ilə 6,4-dür. Yəni 10-dur. Bu dəfə böyük bucağa mən Pifagor teoremi tətbiq edəcəm ki, hər ikisini öyrənin uşaqlar. Məsələni hər tərəfli həll etməyi biləsiz. Buranın cavabı 10-dur. BC-ni tapanda BC-nin kvadratı ilə 6-nın kvadratının cəmi AC-nin, yəni 10-un kvadratını verir. BC kvadratı bərabərdir 100 çıx 36, yəni 64 eləyəcək. BC də bərabərdir 8. BC-nin uzunluğu 8 olduğunu aldı. Perimetrini istəyir bizdən 2 vurulsun. Eni və uzunluğu BC 8-dir. Deməli 6 üstə gəl 8, 14. 2-yə də vuranda cavabımız olacaq 28. Keçək 36-cı suala. Nə deyir görək? Rombun diagonalları kəsişmə nöqtəsindən rombun tərəfinə çəkilmiş perpendikulyar onu 3-ün 4 nisbətində bölür, yəni tərəfi. Çəkək bir romb, uşaqlar. Rombu çəkəndə tərəflərini bərabər çəkməyə çalışın. Deyir, diagonalların kəsişmə nöqtəsi. Rombun diagonallarını kəsişmə nöqtəsini qeyd edək. Rombun diagonalları kəsişəndə perpendikulyar kəsişirdi, uşaqlar. Bunu da bildirək. Deyir ki, buradan aşağıya çəkilən hündürlüyü, tərəfə çəkilən perpendikulyar onu 3-ün 4-ə nisbətində bölür. 3x, 4x. Balaca yerə mən 3x yazıram, bura 4x yazıram, uşaqlar. Rombun kiçik diagonalı 28 kökdə 3 olarsa, onun böyük diagonalını tapın. 28 kökdə 3 kiçik diagonaldırsa, uşaqlar, diagonallar kəsişəndə yarıya bölünürdü deyə buna mən 14 kökdə 3, 14 kökdə 3 yazacağım. Böyük diagonalını tap deyirsə, böyük diagonalı 2 dənə hissəyə ayrılıb y, yəni bizdən soruşur D böyük. Böyük diagonal 2y-ə bərabərdir. Mən y-i tapmalıyam. Y-i tapmaq üçün də biz Evklid bərabərliklərindən istifadə etməliyik. Evklid bərabərliklərində nə deyirdi? Deyirdi ki, bir üçbucaq, düzbucaqlı üçbucaqdırsa, onun katetlərinin kvadratlarının nisbəti y-in kvadratı bölünsün 14 kökdə 3-ün kvadratı bərabərdir. Həmin katetlərin proyeksiyalarının nisbətinə. Artıq proyeksiyaları kvadratına yazmırıq. Düstur olaraq belə idi. A kvadratı böl B kvadratı bərabərdir M böl N. Deməli, burada y kvadratı bölünsün 14 kökdə 3-ün kvadratı. 14'ün kvadratı 196, kökdə 3'ün kvadratı da 3 bərabərdir. Burada ixtisarlarımız getsə 4 bölünsün 3 qalır uşaqlar. Və mən sağdan soldan 3'ləri ixtisar etsəm y-in kvadratı 4 vurulsun 196. Belə böyük ədədlər olanda onları vurmayın uşaqlar. Y-i tapanda kök almalısınız, düzdürmü? 4'dən kök çıxsın 2, 196'dan da çıxsın 14, y-imiz 28. Deməli, y 28-dirsə,
Y 28-dirsə nə edəcəyik? Bizdən böyük diaqonal soruşurdu. O da 2y-ə bərabər olduğu üçün D bərabərdir 2 vur 28, cavab eləyəcək 56. Bu yeni sualdır yeri gəlmişkən. Bu da yeni sualdır. Eyni qayda ilə 37-ni yazırıq. Sərbəst yazın uşaqlar, sərbəst yazın. Rombun diaqonallarının kəsişmə nöqtəsindən çəkirik romb. Rombun diaqonallarının kəsişmə nöqtəsindən rombu biraz yaxşı çəkək uşaqlar. Nə mənada yaxşı? Tərəfləri bərabər olsun. Diaqonalların kəsişmə nöqtəsində göstərək. Diaqonalların kəsişmə nöqtəsindən tərəfə çəkilmiş perpendikulyar həmin tərəfi 4-5 nisbətində bölür. Baxın, buradan perpendikulyar çəkdim. Tərəfi 4-ün 5-ə nisbət. Böyük hissəyə 5x yazaq, kiçik hissəyə 4x yazaq. Bizə deyir ki, rombun kiçik diaqonalı 36/5-dir. Diaqonallar kəsişmə nöqtəsində yarıya bölündüyü üçün uşaqlar 36/5-i 18/5 və 18/5 olmaqla 2 hissəyə ayırırıq. Rombun böyük diaqonalını soruşur. Y olmaqla böyük diaqonal 2 hissəyə ayrılıbdır. Deməli, bu düzbucaqlı üçbucaqda biz bundan işləyəcəyik. Düzbucaqlı üçbucaqda Evklit bərabərliyində nə deyir? Deyir ki, katetlərin kvadratlarının nisbəti y-in kvadratı bölünsün 18/5-in kvadratı bərabərdir həmin katetlərin proyeksiyalarının nisbətinə. Bizdə də proyeksiya biri 5x-dir, biri 4x. Burada x-ləri ixtisar apara bilərsiniz uşaqlar. Y-in kvadratı böl 18-in kvadratı vurulsun kökdə 5-in kvadratı 5-dir. Onları hesablamıram, vurmuram uşaqlar. 4 bölünsün 5. Görək, hər şey düz yazdıq. Y-in kvadratı böl 18 kökdə 5-in kvadratı kiçik diaqonal verilmişdi və 5 bölünsün 4. O zaman y-in kvadratını tapanda y kvadratı vur 4 bərabərdir 18 kvadratı. Bunu çarpaz vuranda 5 vur 5-dən də 5-in kvadratı gələcək. Bunların hər birindən kök alsanız 2, 4-dən 2 çıxdı. 2y bərabərdir. Sağdan da 18 vur 5. 18 ilə 2-ni ixtisar edərsiniz. 18 2-yə böləndə 9. Y bərabərdir. 9 dəfə 5, 45. Y 45-dirsə bizdən 2y soruşur. 2y-in cavabı 2 vurulsun 45 bərabərdir olacaq 90. Demək, böyük diaqonal 90 imiş. Keçirik 38-ci suala. Yeni sualda 38-də, 39-da uşaqlar. Bunlar yenidir. Yeni. Bu da yeni. ADM bucağı bərabərdir MD C-yə. Uşaqlar 45, 45. Bu belədirsə, belə çıxır ki, bu diaqonalın uzantısında. Çünki kvadratda ancaq diaqonal bu 90-ı 45 bölə bilər. Bunu siz uzatsanız BM qədər. Demək ki, bu diaqonaldır. DM diaqonalın bir hissəsidir. Bu belə. Sonra deyir AK'nın uzunluğu 6-dır. MD'nin uzunluğu 11 kökdə 2'dir. MD'nin uzunluğu 11 kökdə 2'dir. BK'nın uzunluğunu tapın. BK'nın uzunluğunu tapın. Uşaqlar. Kvadratın diaqonalı kvadratın bucağını 45 hissələrə ayırdığı üçün buraları da 45 yazaq. 90'ın qonşusu yenə 90 olduğundan bura yazdıq 90 və içəridəki balaca üçbucağa baxsaq, bir bucağı 90, bir bucağı 45, deməli 180-dən onların cəmi çıxanda bura 45 qalacaq. Sonra nə edə bilərik? 45 qalırsa BK'nın uzunluğunu tapmağı üçün uşaqlar görüm nə edə bilərik. Düzbucaqlı üçbucaqda tərəfin kökdə 2 misli diaqonala, daha doğrusu kvadratda 38. Kvadratda diaqonal tərəfin kökdə 2 mislidir. Yəqin bundan istifadə eləyəcəyik. Bir də düzbucaqlı üçbucaq əgər tərəfləri 45-45-dirsə mən bura x yazıram. Bu katetdə x-dir. Çünki bərabər yanlı düzbucaqlı üçbucaqdır. Onda onun hipotenuzu Pifagora görə x kvadrat üstəgəl
x kvadrat eləyir 2x kvadrata, kök alında kökdə 2x. Yəni 45-45-in xassəsindən də bilirsiniz. Deməli, kvadratın diagonalı tərəfin kökdə 2 mislidir. Bizdə kvadratın diagonalı x üstəgəl 11 kökdə 2-dir. Bu bərabər olmalıdır 6 üstəgəl kökdə 2x-in kökdə 2 mislinə. Bax, a-nın yerinə 6 üstəgəl kökdə 2x yazdıq. Çünki kvadratın tərəfi buna bərabərdir. Deməli, bunu mən nə edə bilərəm uşaqlar? Aça bilərəm. Sağ tərəfi vurub açanda 6-nı kökdə 2-yə vuranda 6 kökdə 2, kökdə 2-ni kökdə 2x-ə vuranda 2x. X-ləri keçirdirəm bir tərəfə, sol tərəfə açsam mənfi x, 11 kök 2-ni də sağ tərəfə açsam 6 dənəsindən çıxanda mənfi 5 kök 2. Və mənfilər getsə x bərabərdir 5 kök 2 qalacaq. BK-nın uzunluğunu soruşmuşdu. BK kökdə 2x-ə bərabər olduğu üçün kökdə 2 vurulsun, x-in qiymətini yazıram yerinə. 5 kökdə 2. 5 olduğu kimi qalır. Kökdə 2-ni kökdə 2-yə vuranda oradan 2 gəlir. 5-i də 2-yə vursanız 10. Maraqlı sualdır, uşaqlar. Maraqlı sualdır və yeni sualdır. 39-a baxırıq. 39-da da eyni qayda ilə deyir ki, ADM bucağı MDC bucağına bərabərdir. Kvadrat olduğu üçün bunlar 45-45 olacaq. Bu da ancaq diagonal kvadratın bucağını 45-45 hissələrə bölə bilər. Deməli, bu diagonalın üzərindədir. Diagonalın üzərindədirsə, eyni qayda ilə yuxarıdakı bucaqda 45-45 hissələrə bölünməlidir. Bu şəkli biraz daha səliqəli çəkim. Deməli, burada 45 olmalıdır və 90-ın qonşusu 90. Bura yenidən qalır 45 dərəcə uşaqlar. Baxaq bizə nə verib? AK-nın 10 olduğu verilib, MD-nin də 14 kökdə 2 olduğu verilib. İndi, mən bu balaca hissəyə yazıram x, onda burada x olacaq. Çünki bu üç bucaq bərabər yanlı düz bucaqlı üç bucaqdır. Və bucaqları 45-45 isə katetə x-in kökdə 2 misli gedəcək. X kökdə 2 və yaxud kökdə 2x yaza bilərsiniz. İndi biz bilməliyik kvadratın diagonalı tərəfin kökdə 2 mislidir. Kvadratın diagonalı nədən ibarətdir? 14 kökdə 2 və x-dən ibarətdir. 2 parçadan ibarətdir. Bunların cəmi yazırıq. Bərabərdir. Kvadratın tərəfi, yəni 10 üstəgəl x kökdə 2 vurulsun kökdə 2. İndi 14 kökdə 2 üstəgəl x bərabərdir. Sağ tərəfi vurub açsaq 10 kökdə 2 üstəgəl. Bu kökdə 2-ni x kökdə 2-yə vuranda 2x. X-ləri yığaq bir tərəfə. X-dən 2x çıxanda mənfi x. 14 kökdə 2-ni atın sağa. 10 dənəsindən 14 dənəsini çıxanda mənfi 4 kökdə 2. X bərabərdir 4 kökdə 2 olacaq uşaqlar. X 4 kökdə 2. Bizdən soruşur BK parçasının uzunluğu. BK parçası x kökdə 2 idi. X-in qiymətini mən 4 kökdə 2 tapmışam. Kökdə 2-yə vuracam. Kökdə 2-ni kökdə 2-yə vuranda 2, 4-ü 2-yə vuranda cavabımız olacaq 8. Bu şəkildə. 40-cı sualla davam edirik. 40. Bu da yeni sualdır məncə uşaqlar. BY DF bərabərdir. BY. Hani BY? DF bərabərdir və 4 uzunluğu. DF də 4 yaz. BY. CY də 2. Kvadratın tərəfi deməli 6-dır. Yuxarıya baxın. Kvadratın tərəfi 6-dırsa deməli burada 6 olmalıdır. Onda belə çıxır ki, bura 2 qalacaq. Və burada 6-dır. Hə, yeni sualdır uşaqlar. Görməmişəm bu sual köhnə topluda. Bizə deyir tangens AKF. Bax, bu bucağın tangensini soruşur. Maraqlıdır, nə edəcəyik? Tangens alfa bura yazım ki, yadımızda qalsın ki, bunu soruşur. Kvadratın tərəfləri 6-dır, bunu bildik. Burada alfa bucağıdır. Bunu da bildik, aydın məsələdir. Sonra nə edə bilərik? AC kvadratın diagonalıdır uşaqlar. AC kvadratın diagonalıdır. Diagonal tərəfin kökdə 2 misli olduğu üçün A-nın kökdə 2 misli. A-mız da 6-dır. 6 kökdə 2-dir. Və bu mərkəzdən keçəndə diagonal K nöqtəsində 2 bərabər hissəyə bölünür. 3 kökdə 2, 3 kökdə 2.
Sonra da bir məlumatı bilirik ki, diaqonal kvadratın bucağını 45-45 hissələrə ayırırdı. Bunu da bildik. İndi biz nə edə bilərik? Maraqlıdır, nə edə bilərik? Alfa bucağının tangensini tapmaq üçün biz bu bucağı da bilmirik. Bunları da bilmirik. KY ilə KF bir-birinə bərabərdir. Belə çıxır ki, bu üç bucağın bütün ölçüləri, bucaqları və tərəfləri eynidir. Bunlar bir-birinə bərabər üç bucaqlardır. Bir-birinə bərabər üç bucaqlardırsa, mən nə etməliyəm? Məndən tangens alfanı soruşurdu. Köməkçi xətlər yəqin ki, çəkəcəyik. Köməkçi xət çəkmədən bu mümkün olana oxşamır. Uşaqlar, buradan bir dənə köməkçi xət çəkirəm. Bu köməkçi xəttin uzunluğu aydın məsələ ki 6-ya bərabərdir və bu K nöqtəsi bu kvadratda mərkəz olduğu üçün yarıya bölünəcək. 3 olacaq. Bu belə. İndi bunu bildik. Və burada, baxın, bura 4 olduğu üçün buradan bura qədər parçanın uzunluğu 4 olduğundan bura qalır 2. Baxın, bura qalır 2. Mən bu aşağıdakı 4'ü silirəm. 4'ün ikisini buraya yazdımsa, burada ikisi qalacaq. Düz oldu mu? 2, 2, 4. Deməli. Sonra nə edə bilərəm? Yox, burada nəysə düz yazmadıq uşaqlar. Burada nəsə düzgün deyil. Çünki bura 3'dürsə, bura 45 dərəcəsə, burada yenidən 3 yaranmalıydı. Bunu geri alıram. Burada səhv elədik də. Bax, bunu çəkdim 6. Bunun kvadratın ümumi uzunluğu buradan bura qədər 6'dırsa, bu tən ortadan keçibdirsə parça. Parça tən ortadan keçibsə aşağıya baxın. Bura ümumi 6'dırsa, 6'nı 2 bərabər hissəyə bölməlidir. Yəni, buranla bura 3 olmalıdır. Bunlar 3 olmalı. Bu 3'dürsə, onda bura qalır 1. Aydındır mı? 4, 1. Bu belə. Buranın da uzunluğu 3'dür. Bu da qəşəng. Buraya qədər gəldik. 3, 1. Və buradan KF-i tapa bilərəm mən. Bax, bu düz bucaqlı 3 bucaqdan KF-i tapa bilərəm. 3'ün kvadratı ilə 1'in kvadratının cəmi olacaq. Yəni, kök altında 10. İndi bizim 3 bucağımıza görə, bax, bu 3 bucaqda sinusu mən tapa bilərəm. Sinusu tapan sonra gelib tangensi tapmaq rahat olacaq deyə düşünürəm. Sinuslar teoreminə görə, sinuslar teoremində nə deyirdi? Tərəf 3 kökdə 2'dir. 3 kökdə 2'nin 3 kökdə 2 bizə kömək eləməyəcək. Bircə dəqiqə. Qarşısında qalan bucağı bilmirəm. 3 kökdə 2 ilə getməyəcəyik. 2 ilə gedəcək. 2'nin qarşısında dayanan bucağın sinusuna nisbəti, yəni sinus alfaya nisbəti bərabərdir. KF'i biz nə tapdıq? KF'i kökdə 10. Kökdə 10'un sinus 45'ə nisbəti. Buradan tapa bilirik. 3 bucaqda sinuslar teoremin. 3 kökdə 2 ilə 10'u görə getmədik ki, buradakı bucağı da bilmirik biz uşaqlar. Bucağı bilmədiyimizə görə məhsullarımız çoxala bilərdi. Çarpaz vuranda sinus alfa vurulsun kökdə 10. Vurulsun kökdə 10. Bərabərdir 2 vurulsun sinus 45. Yəni kökdə 2 bölünsün 2. Burada 2'lər gedir. Sinus alfa qalır. Kökdə 2 bölünsün kökdə 10. İxtisar etsək 1 bölünsün kök altında 5. İndi hər hansı bir bucağın sinusu verib onun tangensini, kosinusunu ya da kotangensini soruşursa, siz düz bucaqlı 3 bucaqda təriflərindən istifadə edə bilərsiniz. Hər hansı bir düz bucaqlı 3 bucaq çəkin, bura yazın alfa. Bizə deyir ki, burada alfanın sinusu 1 böl kökdə 5'dir. Sinus qarşıdakı katet böl hipotenuz deməkdir. Onda digər kateti tapırsınız. Digər kateti tapanda kökdə 5'in kvadratından 1'in kvadratını çıxıb kök almalısınız Pifagora görə. Deməli aşağı 2'dir. İndi bizdən tangens alfanı soruşmuşdu. Tangens alfa da qarşıdakı katet böl bitişik katetdir.
Deməli, alfanın qarşısındakı katet 1-dir, alfaya bitişik katet 2-dir. Yazmalıyam ki, 1 bölünsün 2. O da eləyəcək 0.5. Biraz ağır sualdır uşaqlar. Biraz yox, bayağı ağır sualdır bu. Sonra keçək 41. Uyğunluğu müəyyən edəcəyik 41-də. Deyək ki, uyğunluğu müəyyən et, paraleloqram. Paraleloqramın, görək nə var burada? Həm daxilinə, həm xaricinə çevrə çəkmək olar uşaqlar. Bu gedir kvadrata, A variantı kvadrata. Çünki kvadrat düzgün çoxbucaqlıdır. Düzgün çoxbucaqların həm daxilinə, həm xaricinə çevrə çəkə bilirsiniz. Simmetriya oxu yoxdur. Simmetriya oxu yoxdur. B gedir 1-ə. Paraleloqramın heç bir simmetriya oxu yoxdur. Simmetriya oxu elə bir oxdur ki, həmin ox boyunca qatlayanda fiqura bütün tərəflər üst-üstə düşməlidir. 2 simmetriya oxu var. Bu gedir düzbucaqlıya. Gəlin çəkib göstərək. Düzbucaqlının ikisi düzbucaqlı şəklində bir vərəq götürsəniz, bir buradan keçən xətt boyunca qatlasanız bunun tərəfləri üst-üstə düşəcək, təpə nöqtələri də. Bir də buradan keçən. Yəni 2 dənə simmetriya oxu var. Diaqonalları perpendikulyardır. Bu gedir kvadrata. D variantı. Kvadratın diaqonalları hər zaman bir-birinə perpendikulyardır. Çəksəniz görəcəksiniz uşaqlar. Kvadratın diaqonallarını çəkin. Burada həmişə 90 yaranır. Yalnız xaricinə çevrə çəkmək olar. Bu gedir düzbucaqlıya. Y variantı. Düzbucaqlının xaricinə çevrə çəkə bilərsiniz, amma daxilinə yox. Çünki xaricinə çevrə çəkməyin bir dördbucaqlıda. Qaydası odur ki, onun qarşı bucaqlarının cəmi 180 olsun. Baxın. Biraz böyük çəkim ki, bütün təpələrdən keçsin. Düzbucaqlığında qarşı bucaqlarının cəmi 180-dir deyə xaricə çevrə çəkə bilirsiniz. Daxilinə çevrə çəkə bilmirsiniz. Daxilə çevrə çəkəndə bütün tərəflərə toxunmalıdır. Baxın, ancaq 3 tərəfə toxuna bilər. Hətta bu çevrəni biraz ortada çəksəniz 2 tərəfə toxunacaq, digər tərəfə toxunmur. Daxilə çevrə çəkmək üçün qarşı tərəflərin cəmi bərabər olmalıdır dördbucaqlıda. Bunun da 2 dənə balaca tərəfin cəmi, 2 dənə böyük tərəfin cəminə bərabər ola bilməz. Ona görə düzbucaqlının yalnız xaricinə çevrə çəkmək mümkündür. Keçik 42-ci suala, yeni sualdır. 42. Deyək ki, kvadratın diaqonalları uzunluğu 6/2 olan AB parçası üzərində olarsa, hər 3 kvadratın perimetrləri cəmini tapın. Bu kvadratın tərəfi A olsun, bunun tərəfi B, bunun tərəfi C. Perimetri deyəndə birinci 4A, ikinci 4B, üçüncü 4C-dir. Bu cəm tapılmalıdır. 4-ə ortaq vuruq çıxarsaq A üstəcəl B, üstəcəl C-ni tapmalıyıq. İndi kvadratın tərəfi A-dırsa, kvadratın diaqonalı A-nın kökdə 2 mislidir. Tərəfi B-dirsə, diaqonalı B-nin kökdə 2 mislidir. Tərəf C-dirsə, C-nin kökdə 2 mislidir. Bizə verilib AB parçasının uzunluğu 6/2-dir. AB parçası A kökdə 2-dən, B kökdə 2-dən və C kökdə 2-dən ibarətdir. Kökdə 2-ni ortaq vuruq çıxarda bilərsiniz. A üstəcəl B, üstəcəl C. Bunun cavabı 6/2-dir. Hər tərəfdən kökdə 2-ləri ixtisar aparsanız, cavabınız qalır A üstəcəl B, üstəcəl C, 6. Bunu da aparıb yuxarıda yerinə yazsanız, perimetrlər cəmini tapmış olursunuz. 4 vur 6 bərabərdir 24. Qəşəng sualdır və çətin də deyil. 43-ə keçirik. ABCD düzbucaqlısında BAO 60 dərəcədir, DF 5-dir. DF 5-dir. BD-ni tapın uşaqlar. Bura 60 dərəcədirsə, deməli, düzbucaqlının diaqonalları kəsişirdi. Kəsişmə nöqtəsində yarıya bölünürdü. Bununla bu bərabərdir. Eyni zamanda o bir diaqonaldır. Həm də düzbucaqlının diaqonalları bərabər olduğundan 4 parça bir-birinə bərabərdir. Bu və bu. 4-ü bir-birinə bərabərdirsə, onda burada yaranan üçbucağa fikir versək, bu 60 dərəcə olacaq. Çünki bu bərabər yanlıdır. Onda bura qalır 180-dən 60-dan 60-ın cəmini çıxanda 60. Bu 60-sa deməli burada 60. 90-ın qonşusu 90, deməli bura 30 dərəcə. Mənə nəyi soruşur? B, D-ni, diaqonalı soruşur. Deməli uşaqlar 30 dərəcə 60-ın qarşısındakı katet əgər 5-dirsə,
Onda 30'un qarşısındakı kateti tapanda 30'un qarşısındakı katet elə bilin ki A-dır. 60'ın qarşısındakı A kökdə 3-dür. Mən bura A yazım. 60'ın qarşısına A kökdə 3. Elə bilin ki A-nı kökdə 3-ə vurub 5 alıbsa, deməli siz A-nı tapanda 5-i kökdə 3-ə bölməlisiniz. Onda da belə çıxır ki, hər tərəfi qoşmasına vursaq 5 kökdə 3 bölünsün 3 olacaq. A 5 kökdə 3 böl 3-dür. Yəni OF. İndi OD-ni mən tapmalıyam. OD. 30'un qarşısındakı kateti siz tapdınız. 30'un qarşısındakı katet nədirsə, hipotenuz həmin katetin 2 misli olur. Yəni 2A. Oradan belə çıxır ki, OD 2A'ya bərabərdir. Yəni 2 vur 5 kökdə 3 bölünsün 3. O edir 10 kökdə 3 böl 3. Bu 10 kökdə 3 böl 3-dürsə, BD-ni bizdən soruşur. BD də 2 dənə bərabər parçaya ayrılıb kəsişəndə. Yəni 2A-nı 2-yə vurmalısınız. 2A-nın cavabını siz tapdınız. 10 kökdə 3 bölünsün 3. Bunu da 2-yə vuranda alırsınız 20 kökdə 3 böl 3. Və keçirik 44-cü suala. Cavab irrasional ədəddir. Uşaqlar, ətraflı yazılarda cavablar irrasional ola bilər. 44-də baxırıq. Deyək ki, kvadratların perimetrləri cəmi 24-dür. Birinci və dördüncü kvadratların perimetrləri cəmi ikinci və üçüncü kvadratın perimetrləri cəminə bərabərdir. İkinci və üçüncü kvadratın diagonallar cəmini tap. Kvadratın tərəfinə birinə A deyək, birinə B, birinə C, birinə D. Perimetrlərin cəmi. Birincinin perimetri 4A'dır, ikincinin perimetri 4B, 3-də 4C, 4-də 4D. Bərabərdir 24. 4-ə ortaq vuruq çıxarda bilərik uşaqlar. Və hər tərəfini eləyə bilərik, 4-ə bölə bilərik. O zaman A üstəcəl, B üstəcəl, C üstəcəl, D cəmini alıram 6. Bizə deyir ki, yox, buranı düz yazmışam. Sonra kvadratların hamısının cəmi deyir də 24 düzdür. Deyir ki, birinci və dördüncü kvadratların perimetrləri cəmi, yəni birincinin perimetri 4A, o birisi dördüncüsü 4D-dir. İkinci və üçüncünün perimetrləri cəminə bərabərdir 4B ilə 4C-yə. 4'ləri ixtisar eləyək, çıxardıb ortaq vuruq. Bax, buradan da çıxardı ortaq vuruq və ixtisar et. Onda belə çıxır ki, A ilə D-nin cəmi B ilə C-nin cəminə bərabərdir. A ilə D-nin cəmi B ilə C-nin cəminə bərabərdirsə, demək bunlar 3-3-dür də uşaqlar. Hərəsi 3-dür. Bu da 3-dür, bu da 3-dür. Və deyir ki, ikinci və üçüncü kvadratın diagonalları cəmini tap. İkincinin tərəfi B-dirsə, diagonalı B kökdə 2-dir. Üçüncünün tərəfi C-dirsə, diagonalı C-nin kökdə 2 mislidir. Deməli, bizdən tələb olunan B kökdə 2 ilə C kökdə 2-dir. Kök 2-ni ortaq vuruq çıxardıq. B üstəcəl C cəmini yerinə əvəzləsək, B üstəcəl C cəmi axı 3 idi. Kökdə 2-ni 3-ə vururuq, alırıq cavabımızı 3. Perimetri 12 olan ABCD düzbucaqlısı KF parçası ilə 2 kongruent düzbucaqlıya ayrılıb. Kongruent düzbucaqlı nədir? Yəni, bu düzbucaqlı ilə bu düzbucaqlı bir-birinə tamamən bərabərdir. Hər şey, bütün ölçüləri bərabərdir. O cümlədən diagonallar da bərabər olacaq. Yəni, BF FC'yə bərabər olacaq. Birinci bunu yazaq. Və M-in orta xətti deyir. ABF-də orta xətti. Bu orta xəttisə tərəfi yarıya böləcək. Yəni, buranı da yarıya bölür. X. Bu BF-i də yarıya bölür. BF-in uzunluğu mən tapa bilirəm. BF ilə FC bir-birinə bərabərdir. Cəmi 6-dırsa, deməli, hərəsi 3-dür. Və orta xətt çəkildiyi üçün bunu yarıya böləcək. 1/5, 1/5. Eyni zamanda orta xəttdə olduğu üçün bura Y yazıram. Onda bu AF 2Y olur. AF 2Y-dirsə, FD də 2Y-dir. Bizə başqa nə verilmişdi? Biz buradan düzbucaqlı üçbucağa görə Pifagor teoremini görə bilirik uşaqlar. Bir də bizə verilmiş ki, verilən düzbucaqlının perimetri, yəni 2 vur, düzbucaqlının bir tərəfi 2x-dir, üstəgəl bir tərəfi 4y-dir. 4y bərabərdir 12-yə. 2 ixtisar etsə 2x üstəgəl 4y bərabər 6 və bir də 2-yə bölsək hamısının x üstəgəl 2y bərabər 3 olduğunu alırıq. Buradan ya x-i ya y tapaq. Tutaq ki, x-i tapıram, olur 3 çıxılsın 2y.
Aparıb burada yerinə yazıb həll edək. X-in yerinə 3 çıx 2y yazıram. Kvadratı üstəgəl y-in kvadratı bərabərdir. 1,5 3 bölünsün 2 deməkdir. 3 bölü 2-nin kvadratı. 9 çıx 12y üstəgəl 4y kvadratı üstəgəl y kvadratı bərabər 9 böl 4. Deməli, hər tərəfi 4-ə vuraq. 4'e vuranda 36 çıx 48y üstəgəl. Bax bu 5y kvadrat edir. 4'e de vuranda 20y kvadrat bərabərdir 9. 20y kvadratı çıx 48y üstəgəl 27 bərabərdir 0. Diskriminant bərabərdir. Deməli 48'in kvadratı eləyir 2304. Çıxılsın 4 vur 20 vurulsun 27. 2304'dən çıxmalıyam. 80'i elə bil 27'ye vuracağım. 8 dəfə 7 56, 5 yadda 8 dəfə 2 16, 5 yadda 21. Burada bir dənə 0 atırıq və bunları çıxanda nə qalır uşaqlar çıxanda bunlar 144. Düz çıxdı mı? Bir də baxım 144. Kök altında diskriminant 12. Diskriminant 12 isə y tapanda nə edəcəm? 48'in üzərinə 12 gəlib böləcəm 2 vurulsun 40'a. Yəni bu eləyir 60 böl 80. 20'ye ixtisar getsə 4'də 3. Y 4'də 3'dür. İndi x-i tapmalıyam məndən çünki m-in parçasının uzunluğunu soruşub. X-i tapmaq üçün yerinə yazacağım burada. Deməli x bərabərdir 3 çıxılsın 2y. 3 çıxılsın 2 vurulsun 3 çıxılsın 2 vurulsun 4'də 3. İxtisar eləyəndə 2 ilə 4 gedir. 3 çıxılsın 1,5. Onun da cevabı 1,5 olacaq. Sual yorucu sualdır yaman. Belə bir sual. 1,5 olur və bölməmizin sonuncu sualına keçirik 46. Diğer tərəfi 12, iti bucağı 60 dərəcə olan rombun B kör bucaq təpəsindən BN və BN hündürlükləri çəkilib. İti bucağı 60'dır. Burada yazaq 60 dərəcə. Deməli uşaqlar, iti bucağı 60 dərəcədir və bura 90'dırsa ayda məsələ ki, bura 30 dərəcə olacaq. Düz bucaqlı, üç bucaqda iti bucaqlar cəmi 90 olduğu üçün eyni zamanda burada 30. Bunları tapdıq. Tərəfi 12 idi. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. 12'nin yarısı 6 eləyəcək. Tərəf 12 də eyni qayda ilə bura 6 olacaq. 60'ın qarşısındakı tərəfi isə 30 dərəcəli bucaq qarşısındakı tərəfin kökdə 3 misli 6 kökdə 3. Bu da 6 kökdə 3. Deməli bizdən nə soruşur? Rombun deyir kiçik diaqonalının kiçik diaqonalı budur. BMN 3 bucağının daxilində qalan hissəsinin uzunluğunu tapın. Yəni 3 bucağın içində 3 bucaq buradır da. Bu 3 bucaqdan söhbət gedir. Bunun içərisində qalan parçanın uzunluğu soruşulur sizdən. Bax bunun uzunluğunu tapmalısınız. Bu da rombun diaqonalı bucağın tənbölənidir uşaqlar. Eyni zamanda bucağın tənbölənidir. Əgər rombun iti bucağı 60 idisə kör bucağı 120 olacaq. 180'e tamamlamalıyıq. Tənbölən isə bura düşür 60, 60. 90'ın qonşusu 90 olduğu üçün yuxarıya gedir qalır 30 dərəcə. M, B, D 3 bucağına əsasən yazdım bunu. Sonra uşaqlar nə edə bilərik? Eyni zamanda burada 30 dərəcə qalır. Deməli ki, təpədəki bucaq, təpəsindəki bucaq 60 dərəcədir. Özdə bərabər yanlı 3 bucaqda. 60 dərəcə isə onda buradakı bucaqları da 60 qalır. 60, 60. Və 3 bucaq çevrilir olur bərabər tərəfli 3 bucaq. Burada tənbölən olduğu üçün bərabər tərəfli 3 bucaqda tənbölən həm median, həm də hündürlükdür. 30'un qarşısında, yox, 30'un qarşısı lazım deyil. Bizdən nəyi soruşur? B, bura F yazsam B, F'in uzunluğunu soruşur. Bizdə 90'ın qarşısı verilibdir. Onda 30'un qarşısındakını tapanda 90'ın qarşısında dayananı 2 yerə bölməliyəm. Bura düşür 3 kökdə 3. Və BF-in uzunluğunu tapmaq istəyirəmsə 60'ın qarşısında dayanan katetdir BF.
60 dərəcəli bucaq qarşısında dayanan katet 30 dərəcəli bucaq qarşısında dayanan katetin kökdə 3 misidir. Yəni cavabımız olur 6. Qəşəng sualdır, amma köhnə topluda da var idi. Bununla da bölməmiz yekunlaşdı. Qaldı trapesiya uşaqlar. Videonu bəyənməyi, dəstək olmağı unutmayın. Hələlik.